Bugün başa düşək ki, biz günahlarımıza görə cənnətdən qovulmuş mələklərik. Gəlin Luka kitabının 19-cu fəsli 10-cu ayəsinə gedək. Deyir ki, çünki bəşər oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir. İsa'nın yer üzünə gəlməsinin səbəbi itmişləri axtarıb xilas etmək idi. Bunu bir daha təsdiqləmək üçün Matta kitabının 9-cu fəslindəki müvafiq ayəyə keçək. Gəlin 9-cu fəslin 12-ci ayəsinə keçək. Deyir ki, amma isə bunu eşidəndə dedi, sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var, gedin və mən qurban deyil, mərhəmət istəyirəm sözünün mənasını öyrənin. Çünki mən salihləri deyil, bəs o kimi çağırmağa gəldi. Günahkarları çağırmaq üçün gəlmişəm. Başqa sözlə, bütün insanlar cənnətdən itmiş günahkarlardır. Tanrının müqəddəs iradəsi cənnətdən itirilmiş günahkarları taparaq onları tövbə və qurtuluşa aparmaq idi. Mattanın 9-cu fəslinə görə o dedi, mən günahkarları çağırmağa gəlmişəm. Onda Romalılara 6-cı fəsilə keçərək günahımızın dərəcəsini öyrənək. 6-cı fəsil 20 ayəni oxuyanda belə deyilir. Çünki siz günahın qulları olanda salihliyə əməl etməkdən azad idiniz. Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür. Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. Çünki günahın əvəzi nə? Ölümdür. Orada deyilir ki, günahın əvəzi ölümdür. Qanuni olaraq günahımızın nəticəsi edam cəzası idi. Bu o deməkdir ki, bizim günahımız ağır idi, elə deyilmi? Məhkəmədə o qədər ağır cinayət törədənlərə ölüm cəzası verilir ki, bu bağışlanmazdır. Cənnətdə etdiyimiz günah çox ağır idi. Nümunə olaraq Tanrı Babil padşahı vasitəsilə bunu bizə göstərdi. Gəlin buna Yeşaya kitabı 14-cü fəsildə baxaq. 14-cü fəsil 12-ci ayə. Deyir ki, ey parlaq ulduz, Dan oğlu, necə də göylərdən yerə düşdün. Ey millətləri tapdalayıb keçən, necə də yerə yıxıldın. Sən ürəyində dedin, göylərə qalxacağam, taxtımı Allahın ulduzları üzərində ucaldacağam, şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam. Uca buludların üzərinə çıxacağam, haqq Taala kimi olacağam. Onun nümunəsi ilə bizim etdiyimiz günah Tanrının taxtını ələ keçirmək cəhdi idi. Yəni, biz də Dan ulduzu, Sübhün oğlu ilə birlikdə xəyanət etmişik. Vəhiy kitabının 12-ci fəslinə əsasən orada deyilir, göydə döyüş oldu. Mikail və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü. Müqəddəs kitabda yazılmış səhnədə deyilir, İblis və şeytan deyilən ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldılar. Bizim cənnətdə etdiyimiz günah özümüzü Tanrı ilə eyni səviyyəyə yüksəltmək idi. Səhər ulduzunun, Sübhün oğlunun Tanrının taxtını ələ keçirmək planında birbaşa və ya dolayısıyla iştirak edənlərin hamısı yer üzünə qovuldu. Bütün bəşəriyyət yer üzünə qovulanda ölüm cəzasını aldı. Bu səbəbdən isə yer üzünə salihləri deyil, günahkarları çağırmağa gəldiyini söylədi. Günahkarlar arasında üsyanda bilmədən iştirak etmiş göylərin övladları da var idi.
Tanrı bizə tövbə etmək və günahlarımızdan bağışlanmaq imkanı verən əhd yaratdı. 또 하늘의 그 모든 죄를 없이 할 수 있는 언약을 하나님께서 세우시게 된 것입니다. Günahlarımızı aradan qaldırmaq üçün qurulan əhd haqqında öyrənmək üçün gəlin Efeslilərə kitabı 1-ci fəsilə baxaq. Gəlin Efeslilərə kitabı 1-ci fəsil 7-ci ayəyə gedək. Deyir ki, biz oğlunda onun qanı vasitəsilə satın alınmaya, nə? Təqsirlərimizin bağışlanmasına malikik. Biz İsa'nın qanı ilə bağışlanırıq. Günahların bağışlanmasını təmin edən qanı necə ala bilərik? Gəlin Matta kitabı 26-cı fəsil 17-ci ayəyə gedək. Deyir ki, mayasız çörək bayramının ilk günü şagirdlər İsa'nın yanına gəlib dedilər, sənin pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən? O da cavab verdi, şəhərə girib filan kəsin yanına gedin və ona deyin, müəllim deyir, vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə pasxanı sənin evində keçirəcəyəm. Şagirdlər İsa'nın əmrini yerinə yetirərək pasxa yeməyi üçün hazırlıq etdilər. Beləliklə, Tanrı pasxa bayramını hazırladı. Gəlin 26-cı ayədə pasxa yeməyi yedikləri səhnəyə baxaq. Onlar yeyəndə isə çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi, alın, yeyin. Bu mənim bədənimdir. Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi, bundan hamınız için, çünki bu, əhdin bağlanması və nə üçün? Günahların bağışlanması üçün çoxları uğrunda axıdılan mənim qanımdır. Məsih bizə günahların bağışlanmasını belə qəbul etməyi öyrətdi. Onun qanı vasitəsilə günahların bağışlanması vədini Pasxa bayramında tapa bilərsiniz. Luka kitabının 22-ci fəslinə əsasən Tanrının bizə günahların bağışlanması üçün verdiyi əhd yeni əhddir. 7 ayəyə baxaq. Deyir ki, Pasxa quzusunun qurban kəsilməli olduğu mayasız çörək bayramı günü gəldi. İsa Peter və Yəhyanı qabaqca göndərib gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün dedi. 19 ayəyə keçək. Deyir ki, sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi, bu mənim sizin üçün verilən bədənimdir. Bunu məni xatırlamaq üçün edin. Nə dedi? Bizə bunu etməyi öyrətmədimi? Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi, sizin üçün axıdılan bu kasa. Nə? Mənim qanımla bağladığım yeni əhddir. Əgər yeni əhdə riayət etməsək, günahlarımızın bağışlanmasını ala bilmərik. Yəni cənnətdə etdiyimiz ağır günahdan qaça bilmərik. Qardaşlar və bacılar, gəlin ata və anaya lütflərinə görə əbədi həmd edək, çünki onlar bizi göylərin günahkarlarını tərk etməyib, yeni əhdin həqiqətinin qorunduğu Siyona aparıblar. Bugünkü xütbəni bitirmək istərdim. Çox sağ olun.